davranışlarına göre fərqləniblər. Və mən bu arada qeyd eləmək istəyirəm ki, bu il 2025-ci tədris ilin buraxılışında bizim məktəbin 9 və 11-ci sinif şagirdlərinin cəmi 21 nəfəri qırmızı, yəni fərqlənmə atestatına layiq görünür. Yəni bu uşaqların bütün qiymətləri əladır. Və mən bugün həmin şagirdləri, həmçinin də buraxılış imtahanlarından 200-dən yuxarı bal toplamış şagirdlərimizi, davranışlarına görə nümunəvi şagirdlərimizi təltif etmək istəyirəm. Amma uşaqlar, bir şeyi nəzərinizdən qaçırmayın, həmişə qəlbinizdə, ürəyinizdə, beyninizdə saxlayın ki, bunlar sadəcə ənənədir. Yəni biz sizin hamınızı sevirik uşaqlar. Biz sizi fərq qoymuruq heç birinizdə. Hamınız gözəlsiniz, hamınız məsumsunuz, hamınız sevimlisiniz, əzizsiniz bizim üçün. 200 baldan yuxarı yığanlarınız da, yığmayanlarınız da uşaqlar. Bəlkə də akademik nailiyyətləri yüksək olmayanlarınız olacaq ki, gedib yaxşı peşə sənət sahibləri olacaqsınız. Gözəl, keyfiyyətli insan olacaqsınız. Maşın düzəldən usta olacaqsınız, dərzi olacaqsınız, aşpaz olacaqsınız. Biz sizə çox böyük hörmət bəsləyəcəyik. Bundan əmin olun uşaqlar, sevirik sizi. İlk fəxri fərmanım təqdim etmək istəyirəm. Dadaşova Qumru Emil qızına tədris ilində göstərdiyi yüksək akademik nailiyyətlərinə, nümunəvi davranışlarına və fəallığına görə. Dadaşova Qumru Emil qızı. Növbəti fəxri fərman Veyisova Nuray Sadiq qızına təqdim ediləcək. Akademik nailiyyətlərinə, nümunəvi davranışlarına görə. Buyur qızım Nuray. Əskərova Ruhiyyə Elman qızına təqdim olunur fəxri fərman. Buyursun. Akademik nailiyyətlərinə, nümunəvi davranışlarına görə. Rugiyə. Rugiyə. Təbrik edirəm Rugiyə. Uğurlar budur.